Yağışlı havanı sizlər necə dəyərləndirirsiniz bilmirəm. Mən amma sevdiyim bir mağazaya gedib oradakı çeşidlərlə tanış olub istədiyim məhsulları alandan sonra o günün də, o yağışın da həqiqətən də dadını çıxarmış oluram. Evimin yaxınlığında olmağına baxmayaraq burayla yeni tanış olmuşam. Bu dəfə isə ikinci gedişim idi. İstədim sizlər üçün də məhsulları paylaşım və az da olsa tanış edim. Yenə də fərqli olan nələr varsa hamısı məni cəlb elədi. İnanın ki, çöldəki soyuq belə insana fərq etmir. Çünki istədiyin məhsulları tapdığın bir mağaza olanda adam oradan ayrılmaq istəmir. Xırdalan ərazisində yaşayırsınızsa, Narıncı marketə gedən yolda Orduba çərəzləri mağazasına yaxınlaşıb oradan istədiyiniz məhsulları əldə edə biləcəksiniz. 100% əminliklə deyə bilərəm ki, İstədiyiniz məhsulları tapma ehtimalınız %99%-dir. 3 fərqli növdə aldığım blokumların dadını isə izah etməklə bitməz, çünki çox dadlı idilər və qaymaq kimi yumuşaq idilər. Çoxdan kəşfiyyətimdə olan, kilosu 80 manat olan Braziliya qozunu aldım. İsə təxminimdəkindən də əla idi. Ən sevdiyim nüans isə müştəri məmnuniyyətləri və səmimi davranışları idi. Çünki seçim etməkdə çətinlik çəkirsinizsə, inanın ki, onların məsləhətini dinləsəniz, heç də yanılmayacaqsınız. Böyükdən kiçiyə hər kəsin marağına səbəb olan meyvə və dondurma qurularından da aldım. Ən sevdiyim, yenə də vurğulayacağım məqam ondan ibarətdir ki, hər kəsin bütçəsinə uyğun olaraq qarışıq formada paketlənmiş halını tapdım deyə rahatlıqla seçimi edə bildim. Tahinli fıstıqlı qarışığın isə dadı möhtəşəm idi. Mütləq alın. Orduba çərəzləri mağazasına getməyi unutmayın. Sağ olun.